Herkese yeniden salamlar. Bura qədərki hissələrdə biz ayənin kontekstini və rüku və zəkat sözlərinin lüğəvi dərinliklərini təhlil etdik. İndi isə gəlin məsələyə sırf sağlam məntiq və İslam hüququ, yəni fiqh pəncərəsindən baxaq. Mənim də ən çox gözlədiyim hissə budur. Çünki lüğət və qrammatika bir yana, ortada çox sadə bir həyat məntiqi var. Əgər Quran kimisə namaz qılarkən məhz rüku vəziyyətində sədəqə verdiyi üçün xüsusi olaraq tərifləyirsə, deməli bu hərəkət ibadətin ən zirvəsidir, elədir? Tamamilə məntiqi bir sualdır. Bax, elə böyük təfsir alimi İbn Kəsir özünün məşhur Təfsirəl-Qur'anil-Azim əsərinin 3-cü cildində eyni sualı verir. O yazır ki, bəziləri yanlış güman ediblər ki, burada rüku halında zəkat vermək qəsd olunur və bu gümanı necə rədd edir? İbn Kəsir çox sadə bir reallığı vurğulayır. Əgər belə olsaydı, zəkatı rüku halında vermək digər hallardan daha əfzəl, yəni daha fəzilətli olmalıydı. Çünki burada məth olunur, təriflənir. Halbuki fətva imamlarından, tanıdıqlarımızdan heç kim belə bir şey demir. Nəinki sünni, hətta şiə fəqihlərinin ittifaqı ilə rükuda sədəqə vermək nə fərzdir, nə də müstəhəb. Əksinə, namazda lazımsız, artıq bir fiziki hərəkət hesab olunur. Düşünəndə doğrudan da çox qəribədir. Axı Quran bir əməli tərifləsin, nümunə göstərsin, amma milyonlarla müsəlman, o cümlədən şiələr, o əməli təkrarlamağa can atmasın. Səhabələr sədəqə verməklə yarışırdılar, amma heç biri gözlüyüm rükuya gedim sonra verim demirdi. Bəli. Üstəlik burada başqa bir məntiqi problem də var. Bəzi alimlər, məsələn Əş-Şərif Əl-Murtada, iddia edir ki, ayə bu əməli məth etmək üçün yox, sadəcə əlini digərlərindən ayırmaq, yəni işarə etmək üçün gəlib. Yaxşı, əgər məqsəd sadəcə o adam əlidir idisə, niyə bu qədər qəliz və ixtilaflı bir hadisə seçilsin ki? Ay sağ ol. Müəllif də elə bunu qeyd edir. Əgər məqsəd əlini göstərmək idisə, Allah onu daha aydın, daha mütəvatir vəsflərlə təsvir edə bilərdi. Məsələn, Peyğəmbərin qardaşı, Xeybərdə sancağı daşıyan və s. Niyə belə qapalı bir ifadə işlənsin? Və ən böyük ziddiyyət, şiə alimlərinin birinci burhan adlandırdığı, yəni Qurandakı ən güclü dəlil dediyi bu ayəni, Əli özü niyə heç vaxt istifadə eləməyib? Bax, bu tarixi olaraq ən həlledici nöqtədir. Bilirik ki, Peyğəmbərin vəfatından sonra Şura günündə və xəlifəlik mübahisələrində Əli radiyallahu anhu dəfələrlə öz fəzilətlərini sayıb. Şiələrin özlərinin nəql etdiyinə görə o Qədirxum hədisini və mübahilə ayəsini dəlil gətirib. Amma niyə Quranda onun birbaşa xəlifəliyini sübut edən ən böyük ayəni, vilayət ayəsini heç vaxt dəlil gətirməyib? Mən rükuda üzük verdim və Allah da məni xəlifə etdi, niyə deməyib? Çünki o ayə siyasi rəhbərliklə heç bir əlaqəsi yox idi. O bunu bilirdi. Hətta əgər şiə təfsirini doğru qəbul etsək, belə çıxır ki, Əli elə Peyğəmbərin sağlığında o ayə nazil olan kimi həm də xəlifə oldu. Axı ayə deyir sizin vəliyiniz, bu isə qeyri-mümkündür. Şəriətdə eyni anda iki mütləq itaat edilən rəhbər olmur. Əli özü də Peyğəmbərə itaat edirdi. Mükəmməl xülasə. Bütün bu məntiqi, hüquqi və tarixi uyğunsuzluqlar sübut edir ki, bu ayənin içinə imamət təyinatı mənasını sıxışdırmaq sadəcə qeyri-mümkündür. Yaxşı, bəs o zaman bu məşhur üzük hekayəsi ümumiyyətlə hardan çıxıb? Onu rəvayət edən ravilər kimlərdir? Hədis alimləri bu hekayənin sənədini yoxlayanda hansı şok edici mənzərə ilə qarşılaşıblar? Bu artıq detektiv hekayəsinə oxşayır. Səbirsizliklə gözləyirəm. Gəl ravilərin maskasını növbəti, yəni 7-ci hissəmizdə, yəni hədislərin sənəd tənqidində birlikdə açaq.